Əməlləri asanlaşdıran amillərdən birini deyim, sözümü tamamlayım. Əməlləri asanlaşdıran amillərdən biri də ömrün vaxtlarını hesablamaq, ömrün qədrini bilməkdir. Bir insan ortalama nə qədər yaşayır? Deyək 80 il, 80 il. 80 il. 80 ilin bir müddətini yuxuda keçirdirik. Düzdür? Bir müddətini uşaqlığımızdır bizim. Təxminən yuxu ilə uşaqlığı filan hesablasın, gəlir çıxır məsələn deyək bir 50 il, 40 il. Ömür gəldi belə oldu. Bu 40 ildən nə qədər ömrümüzdən hədər veririk? Hesablayıblar alimlər, deyir ki, hər gün boş vaxtların ki var, boş yerə sərf edirsən. Onun 15 dəqiqəsini kitab oxumağa sərf eləsən, ilə 15 kitab oxuyub qutarırsan. İllər keçir, bunu eləmirik. Adam üçün var ki, 15 kitab ildə çox böyük bir, məsələn, rəqəmdir. Boş vaxtları deyir, ha, televizora baxırsan, telefonda olursan, ha. Boş vaxtlar. Onların bir hissəsini faydalı işə sərf edirsən, görürsən, böyük bir nəticə ortaya çıxır. Mən indi 15 dəqiqə dedim, bir saat boş vaxtlar ki, hədər etsə, o bir saatını kitab oxumağa sərf eləsən, təxminən ilə 45 kitab oxuyarsan. İndi sənə desələr ki, 45 kitab desin, o qədər kitab mən oxuyam. Amma günə 1 saat oxusun. Günə 1 saat oxusun, belə olur. Rəqəmi desən, çətin gəlir. Vaxtla baxsa, bölsə çox asan gəlir. İbadətlər də belədir. Boş keçirdiyim bir vaxtın bir hissəsini ibadət və itayətdə keçirsən, faydalı iş görəcəksən, çox asan olacaq sənin üçün. Rəqəmlər bizi qorxudur. Əməllərin zahiri bizi qorxudur.